Salam, kanalımızın dəyərli izləyiciləri, hər vaxtınız xeyir olsun. Bugün sizə qiyməti münasib, yerləşmə yeri əla. Bax, belə bir mükəmməl təmirli 3 otaqlı bir həyət evimizi təqdim edəcəm. Marşrutla məsafəsi 100 metr. Qiyməti isə eşidəndə hamımızı heyran edəcək. Deməli, ilk növbədə evimizin daxilinəsi də təqdimat etməyə başladım. Bax, belə bir qonaq otağıdır. Geniş ölçüdə bir qonaq otağı var. Otaq bölgüsü dəhliz vasitəsilə, həyətyanı sahəsinə rahatlıqla avtomobillər daxil ola bilən. Bax, belə bir gözəl evimizdir. Deməli, gördüyünüz kimi giriş qapısıdır. Bax, bu hissədə giriş hissə istipolla təhciz olunub. Çox səliqəli, gözəl təmirli bir evdir. Deməli, dəhlizdən daxil olarkən sağ hissədə evimizin bax belə bir gözəl mətbəx hissəsidir. Qiymət çox münasib. Yəni 80 min yox, 75 min yox, 70 min yox, 68 min yox, 65 min 500 manata. Əziz və dəyərli izləyicilərimiz, 65 min 500 manata bu cür geniş, növbəti 3 otaqlı bir həyət evi yoxdur. Otaq ölçülərini görürsünüz. Bax, bu formada geniş bir otaq ölçüləri var. İstiriş ipotekalarına qədər qoyulub. Sənədlər, torpağın çıxarışıdır. Gördüyünüz kimi, bax, qoşadaşdır. Hər bir tərəfdə qoşadaşdır. Fundamenti karkaz betonla çox mükəmməl tikili, əla bir həyət evidir. Deməli, baxın, bu hissədə belə bir sanitar qovşağı, tam təchizat, bütün avadanlıqlar yığılıb. Baxın, bu hissədə də belə bir yataq otağıdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, hal-hazırda əmlak satış bazarında bu qiymətə bu evin tayı bərabəri təkrarı yoxdur. 65 min 500 manata. Keçək isə indi ikinci mərhələni göstərəcəm sizə, həyətyanı hissəsi. Həyətyanı hissəsini görəndən sonra gəlib behim verib gedəcəksiniz bax bu evin. Deməli, keçirik bax həyətə. Deməli, evimizin bax çöl hissəsidir, gördüyünüz kimi. Çox mükəmməli, həqiqətən bugünkü gün, yəni bu ərazidə bu evin tayı bərabəri yoxdur. Geniş, gözəl bir ev, qiymət 65 min 500 manata. Və gördüyünüz kimi də səliqəli bir evdir. İnşallah ki, alana da, satana da xeyirli olsun. Həyətinə rahatlıqla 2 avtomobil daxil ola bilən, yerdən kürsülü, bax belə bir geniş həyətyanı hissəsi var. Zəzəmi istəyiniz göstərim sizə, videonu sonlandıraq. Çünki hava həddindən artıq istidir. Yəni, bacardığım qədər sizlər üçün bax belə bir gözəl evlər çəkirəm və bugün də 1 iyul Dünya Azərbaycanlıların Bakılılar günü münasibəti ilə bütün Bakılıları təbrik edirəm. Sağ olun, salamat qalın. Özümü də təbrik edirəm. Sağ olun.